Salam uşaqlar. Deməli bu videoda hədəf kursları 11-ci sinif sentyabr 2025 sınağı, buraxılış sınağını izah edirik. Deməli 61-ci sualdan başlayaq. Deməli 61-ci sual deyir ki, 61-ci sual deyir ki, ədədlərdən hansı 15-ə tam bölünür? Deməli 15-ə tam bölünəni tapmaq üçün 15-in qruplarını tapmalıyıq. 15-ə bölünən ədəd 3-ə və 5-ə bölünməlidir. Variantlara baxanda 5-ə bölünmə əlamətinə görə B və D variantını çıxıram. Çünki 5-ə bölünmə əlamətinə görə ədədin son rəqəmi 0 ya da 5 olmalıdır. Qalır A, C, Y variantı. Sonra isə 3-ə bölünmə əlamətinə görə isə rəqəmlər cəmi 3-ə bölünməlidir. A variantına baxırıq. A variantındakı rəqəmlərin cəmi 20 eləyir. 23-ə bölünmür. Ona görə A variantı da deyil. C variantına baxırıq. C variantındakı ədədin rəqəmləri cəmi 39-dur. 39 3-ə bölünürmü? Bəli. Son rəqəm də 0 olduğu üçün 5-ə də bölünür. Bu ədəd 15-ə bölünəcək. Cavab C. Y variantındakı ədədin rəqəmləri cəmi isə 26-dır. Hesablayıb görə bilərsiniz. 26 3-ə bölünmədiyindən E variantı da deyil. Cavab C variantı. Növbəti sual. M plus 5 kəsirin natural qiymət alması üçün emin ola biləcəyi qiymətlərin cəmi soruşulur. Demək, M üstəgəl 5 bölünsün M, kəsirin xassəsinə görə M-də M toplansın M-də 5 olmalıdır. O da 1 üstəgəlinsin M-də 5. İndi burada da natural qiymət almaq istəyirsənsə, gərək M 5-in bölündüyü bir şey olsun. 5 hansı ədədlərə bölünür? 1-ə bölünür və 5-ə bölünür. Və bu qiymətlərin də cəmi edir 6, cavab A. Demək, perimetri 20 cm olan bir üçbucağa median çəkilir. B-in medianı. Buna bir dənə M deyək. Üçbucağın perimetrini 11 və 17 cm olan iki dənə üçbucağa ayırır. Median uzunluğunu tapaq. Demək, bu A tərəfi, bu B tərəfi olsun. Median da getdiyi tərəfi X və X olaraq ayırmış olsun. Perimetr əgər 20-dirsə, deməli A üstəgəl B üstəgəlsin 2X bərabərdir 20. Bunu yaddaşda saxlayırıq. Sonra perimetrlər 11 ilə 17-dir. Yəni soldakı üçbucağın perimetri 11-dir. Yəni A üstəgəl X üstəgəl M. Bu 11-dir. Digər üçbucağın perimetri isə, yəni B üstəgəl X üstəgəl M isə 17-dir. Bunları alt-alta topladığımızda, bax bu hissə, yəni A, B, bir də 2 dənə X. Bu hissə bizə perimetri verirmi? Verir. Yəni o olacaq 20. Toplansın. Bunlar da M, 2 dənə M, 2M bərabərdir 28. Buradan da 2M 8-ə bərabər olsa, M də bərabər 4 olacaq. Yəni cavab B variantı. Növbəti sualda A və B ədədləri üçün A, B-dən böyük olarsa, bu kəsirin ala biləcəyi ən kiçik tam qiyməti tapın. Aha, növbəti sualda bu soruşulur. Deməli, bu kəsirin nəyə bərabər olduğuna baxırıq əvvəl. Yəni, kəsirin xassəsinə görə B-də A, topla B-də 2B. Yəni 2. B-də 2B 2 eləyir. İndi əgər bu A B-dən böyükdürsə, onda bu kəsirin qiyməti də 1-dən böyükdür. Yəni A böl B kəsirin qiyməti 1-dən böyükdür. İndi biz bu kəsirin üzərinə 2 əlavə edəcək. Yəni 1-dən böyük olan bir ədədin üzərinə 2 əlavə edəcək, 3-dən böyük bir ədəd alınar. Ya da ki, bunun bərabərisindən belə ifadə etsək, yəni A böl B-nin də üstünə 2 gələndə 3-dən böyük qiymət alınmalıdır. 3-dən böyük qiymətlər arasında da ən kiçik tam qiymət təbii ki 4-dür, cavab B. Qızların sayı oğlanların sayından 4 dəfə çoxdursa, tez yazaq, qız, oğlan. Qızların sayı oğlanların sayından 4 dəfə çoxdur. Yəni qızlara 4x, oğlanlara x. 40 nəfərlik sinif. Yazdıq, 40 nəfərlik sinif. Ona görə neçə oğlan, neçə qız var? 4x-dən x-i toplayıram, cəmi 40 eləyir. X bərabər elədi 8. 4x də bərabər elədi 32. Yəni bu sinifdə 8 dənə oğlan, 32 dənə isə qız var. 8 dənə oğlan, 32 dənə qız. Qızların sayını 25% artırsaq, qızların sayını 25% artıraq. Qızların sayı 32 qız idi. 25% artırdıq. Yəni %125-ə vurduq. Yəni 100-ə və 125-ə vurduq. Ya da 32-nin %25-ini tapıb 32-nin üzərində gələ bilərik. Amma bu şəkildə də yaza bilərik.
32 vurulsun %125, yəni 32-ni 4-ə bölüb 5-ə vursaq, eləyəcək 40. 40 qız olsa sonradan. Oğlanların sayını isə 50% azaltsaq, yəni 8 nəfər oğlanın sayını %50-yə vursaq, yəni 4 nəfər oğlan olsa. Sinifdəki ümumi uşaqların sayı necə dəyişər? Ümumi şahidlərin sayı. Əvvəllər sinifdə neçə nəfər var idi? 40 nəfər var idi. Dəyişdikdən sonra sinifdə neçə nəfər oldu? 44 nəfər oldu. Sinif neçə nəfər artdı? Sinif 4 nəfər artdı. Və o zaman o 4 nəfər 40-ın neçə faizidir? Bunu hesablamalıyıq. Yəni 4-ü 40-a bölüb 100%-ə vurmalıyıq. Bərabər eləməlidir 10% artım. Yəni cavab E variantı. Amma bunu əlavə olaraq bu üsulla eləmək olar. Deyək ki, sinifdəki əvvəlki uşaqların sayı bu 40 olan vaxtı o 40 100%-ə uyğun gəlirsə, yeni say 44 neçə faizə uyğun gəlir? Buradan da çarpaz hesablama aparsaq, 40x bərabərdir 100 vur 44 aparsaq, x bərabər 110 alınar. Yəni x-ə 110% desək və yenə də 10% artmışdır nəticəsini çıxarda bilərik. Cavab E variantı. Sadə bir sual. Uzunluğu 40 cm olan parça 2 və 3 nisbətində bölünüb. 2x və 3x və cəmi bunun 40-dır. 5x bərabər 40-dan x bərabər 8. Bizdən nəyi soruşur? Kiçik parçanın uzunluğunu. Yəni 2x-in uzunluğunu soruşur. 2x də 16. Cavab C. A ədədi B ədədinin neçə faizidir? Faiz nisbəti A bölünsün B vurulsun 100% yazmaq lazımdır. Bir ədəd digər ədədin neçə faizini təşkil edir? Bunu tapmaq istəyiriksə, həmin ədədləri bir-birinə bölüb 100%-ə vururuq. Yəni cavab A. Sıfırdan fərqli cüt rəqəmlər 2, 4, 6, 8. Ədədi ortasını tapın. Yəni bunları toplayıb bölməliyik 4-ə. Bunların cəmi 20 edir, toplayıb 4-ə böləndə 5 alınır. Cavab E variantı. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan bir digərinin 66,3%-ni təşkil edir. Kiçik bucağı tapın. Burada faizi ədədə çevirsək daha rahat hesablamaq apara bilərik. Bax, bunu ədədə çevirək. Yəni 66,3% ədəd olaraq neçədir? Biz bilirik ki, 100% yuxarıda yazıram. 100% 1 deməkdir. Bax, təzədən yazıram. Səliqəli. 100% 1 deməkdir. Bunu yaddan çıxartmayaq. O zaman faizi ədədlə ifadə etmək istəsəm 100-ə böləcəm. Ədədi faizlə ifadə etmək istəsəm 100-ə vuracam. 66-dan 3-də 2 də 3-də 66-nı 3-ə vuraq. 2-nin də üstünə gələk. 3-də 200. 3-də 200% deməkdir. Və mən bu faizi ədədə çevirmək istəyirəmsə 100-ə bölməliyəm. Bu 3-də 2 ədədinə uyğun gəlir. Demək 66-dan 3-də 2% normal ədəd olaraq 3-də 2 deməkdir. Tamam. Yəni ki, uyğun tərəf perpendikulyar olan bucaqlardan bir digərinin 66-dan 3-də 2%-ni təşkil edir. O deməkdir ki, bir digərinin 3-də 2 hissəsini təşkil edir. Yəni bucaqların biri x-dirsə, digəri 3-də 2x-dir. Biri x-dirsə, digəri 3-də 2x. Bu belə. İndi biz bilirik ki, uyğun tərəfləri perpendikulyar olan bucaqların ya cəmi 180 dərəcə olmalıdır, ya da bu bucaqlar bir-birinə bərabər olmalıdır. Şərtdə görürük ki, bunlar fərqli-fərqli bucaqlardır. Yəni biri o birinin 3-də 2 hissəsi təşkil edir, yəni bərabər deyil. Bərabər deyillərsə cəmi 180 dərəcə olacaq. Yəni ki, x üstə gəlinsin, 3-də 2x bərabərdir 180 dərəcə. 3-də 5x bərabərdir 180 dərəcə. Buradan isə x bərabər 108 dərəcə eləyər. Bucaqların biri 108 dərəcə, bir bucaq 108 dərəcə. Cəmi 180 olduğu üçün digərini tapmaq üçün də 180-dən 108-i çıxacam. Digər bucaq da 72 dərəcə. Biri 108 dərəcə, biri 72 dərəcə alınacaq. Kiçik bucağı tapın, 72 dərəcə, cavab A. İfadələrdən hansının qiyməti həmişə cüt olacaq? N-in istənilən qiymətində, yəni bütün natural qiymətlərində cüt olacaq. Baxırıq. A variantını və C variantını ən başdan silmək lazımdır. Niyə? Çünki burada N cütdürmü, təşkilini bilmirik. Bir dəqiqlik yoxdur. B, Y, D arasında fikirləşə bilərik. İndi baxırıq B variantına. 2N həmişə cütdür. Cüt bir ədədin üzərinə 1 əlavə edəndə cavab tək alınır. O zaman B də deyil. Baxırıq D variantına. D variantı doğru cavabdır. Y-nin səhvliyini göstərək. Baxırıq E variantına. 2N cüt ədəddir. Cüt ədədin üstünə 9 əlavə eləyəndə, tək əlavə eləyəndə yenə tək ədəd alınır. Demək E variantda deyil. D variantında 4N dəqiq cüt ədəddir.
Yəni 4 cüt ədəd olduğu üçün vuruqların biri cüt olanda bütün hasil cüt olur. Üstünə də 2 gəlinəndə 2 də cüt ədəddir. Cüt ədəddən cüt ədəd toplasam yenə də cüt ədəd alınır. Yəni cavab D variantıdır. Testdə bunu tez eləmək üçün n-in tək olan, yəni tək qiymət deyəndə 1, cüt qiymət deyəndə də 2 nəzərdə tutub n-in yerinə qiyməti yazıb tapmaq olar. Yəni tək yazanda da yoxlayıb, cüt yazanda da yoxlayıb, n-in yerinə tək və cüt qiymətini ikisini yazanda da yoxlayıb. Hər ikisini cüt alsaz həmin cavab doğru cavab olacaqdır. D variantı belə qiymət qoymaqla da edə bilərik. Cavab D. 71-ci sualda bir dənə düstur bilmiş olmalıyıq ki, əkob AB bölünsün əbob AB. Əkob AB vur əkob AB böl əbob AB bərabərdir C. Ortaq olmayan sadə vuruqların hasili C olarsa, əkob AB böl əbob AB bərabər əkob AB böl əbob AB bərabərdir C düsturunu bilsək və tənasübün xassəsindən istifadə edib bunu çarpaz vursaq nə almış olarıq? Əkob AB bərabərdir əbob AB vur C. Əkob AB bərabərdir əbob AB vur C. Yəni ki, əbob AB vur C ifadəsinin qiyməti bərabərdir əkob AB-yə. Yəni Y variantı. Bir düz xətt üzərində 12 nöqtə qeyd olunmuşdur. Alınan parça sayı düsturunu yazırıq bura. N vurulsun N çıx 1 böl 2 dənə parça sayı alınır. Bu düstura əsasən də 12 vurulsun 11 bölünsün 2 bərabər 66. Cavab B variantı olacaq. Məxrəci 150 olan düzgün kəsilən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar. Neçə dənə sonlu onluq kəsir şəklində göstərmək olar sualın cavabında. Qayda bu idi ki, 2 5-lərin hasili çıxılsın 1. Qaydamız budur. Yaddan çıxmasın. 2 5-lərin hasili çıxılsın 1. Yəni 150-ni vuruqlara ayırıram. 2 3 3 5 150-ni vuruqlara ayırsaq nə olacaq? 2 3 5 5. Bunu silək. 2 3 5 5. Yəni 15 vurulsun 10. Hə. 2 3 5 5. İndi 2 5-ləri seçirik buradan. Seçdik. 2 5-lərin hasili eləyir 5 vur 5 vur 2. 50. 50-dən də 1 çıxırıq 49. Deməli nəymiş? Bunu isbat videosunda da ətraflı izah eləyərik. Amma bu şərti, bu şablon sualı yaddan çıxartmayaq ki, sonlu onluq kəsir şəklində göstərilə bilmək sualı olanda 2 5-lərin hasili çıx 1. Yəni cavab 49 B variantı. Bu sualda Fales teoremindən istifadə edəcəyik. Deməli CD mediandırsa, deməli bura ilə bura bir-birinə bərabərdir. Yəni 2 xətt qoyaq bura. CM böl BM 1 böl 4 nisbətindədir. Yəni bura x-dirsə, burada 4x nisbətindədir. İndi bu xətlərin paralel olduqlarını biliriksə, Fales teoreminə görə bu üçbucaqda BM böl N-də də 4-ə 1 nisbətdə olmalıdır. Yəni BM ilə MC 4-ə 1 nisbətdədirsə, BN ilə N-də də 4-ə 1 nisbətdə olacaq. Yəni 4y və y. İndi bu CD median olduğundan, bura 5y-dirsə, CD median olduğundan AD də 5y olacaq. 4y-dən y 5y-dirsə, AD də 5y olacaq. Və bizdən soruşur ki, AD-nin uzunluğunun, AD parçasının uzunluğunun DM parçasının uzunluğuna nisbətini tapın. AD bölünsün DN. Yəni 5y bölünsün y bərabərdir 5. Cavab 5. 75-ci sualda da 75-ci sualda ədədin standart şəklinin ən sadə qaydasından istifadə edəcəyik. Demək, standart şəkildədirsə bu ədədlər. Yəni ki, bu x də 1 ilə 10 arasında yerləşir. 1 ola bilər, 10 ola bilməz. M də 1 ilə 10 arasında yerləşir. 1 ola bilər, 10 ola bilməz. Və bizə deyir ki, x M hasilinin ala biləcəyi ən böyük tam qiyməti tapın. Bu halda düşünək ki, x və M 10 olsaydılar. Yəni x və M hər ikisi ən çox 10 olsaydı ki, ola bilməzlər. Amma olsaydılar, x M 100-ə bərabər olacaqdı mı? 100-ə bərabər olacaqdı. Amma x ilə M 10 ola bilmirlər. O zaman bu qiymət də 100-dən kiçik olmalıdır. Yəni 99 olmalıdır. Ki bərabərsizlikləri də alt-alta vursaq, 1 kiçik bərabərdir
mn kiçik bərabərdir 100 fikirləşib mn hasilinin ən böyük tam qiymətini 99 ala bilərik. Cavab 99. Nəmlik məsələsi. Yeni biçilmiş otun nəmliyi 90, qurudulmuş otun nəmliyi 20%-dir. 120 ton ot biçirik. Yeni ot, yeni biçilmiş ot və bundan neçə ton qurudulmuş ot alınar. İndi 120 ton ot götürürük. Bu 120 ton ot. Bu yeni biçilmiş otdur. Yeni biçilmiş otun, baxın bu yeni biçilmiş otdur. Yeni biçilmiş otun nəmliyi nə qədərdir? Baxırıq 90%. Yəni ki bu otun 90% sudur. Qalan 10% isə otdur. Yəni biz ümumiyyətlə otun tərkibinin su və otun parçalanmağı kimi, su və otun birləşməsi kimi başa düşək. İndi bu ot qurudulmuş. Birincisi, qurudulmuş ot sözünün mənasına baxaq. Qurudulmuş ot deyəndə, yəni qupquru, suyu tamamilə bitmiş ot nəzərdə tutmuruq. Qurudulmuş ot deyəndə sadəcə içindəki suyun daha az olduğu bir ot nəzərdə tuturuq. Yəni bir var, məsəl üçün 80 su ilə 10 otun qarışığı, bir də var ki 2 su ilə 10 otun qarışığı. Yəni 2 su içərisində su daha azdır. Demək nəymiş? Qurudulmuş ot dedikdə suyu tamamilə itirilmiş otu nəzərdə tutmuruq. Sadəcə içində suyun daha az olduğu. Ki burada da məsələn şərtdə görürük. Yeni biçilmiş otun nəmliyi 90%, qurudulmuş otun nəmliyi isə 20%. Yəni qurudulmuş otun tərkibində 20% su var. İndi məsələyə geri qayıdırıq. Demək 120 ton yeni biçilmiş ot var. Bunun nəmliyi 90%-dir. Demək bu 120-nin 90%-i sudur, 10%-i otdur. Adi faiz məsələsi 120-nin 90%-ni tapırıq ya da 120-nin 10%-ni tap. 120-nin 90%-i 108 olacaq. Yəni 120-ni %90-a vursanız ala biləcəksiniz bu cavabı. 108 su və 12 də ot var. Yəni bir dəfəlik 120-nin 10%-ni tapa bilərdiniz. Demək 120 ton yeni biçilmiş otun tərkibində 90% su, 10% ot var. Yəni 90%, yəni 108 su, 12 də otdur. İndi bu getdi qurudulmağa. Qurudulmağa gedəndən sonra deyir ki, nəmlik olub 20. Və qurudulmağa gedəndən sonra qurudulmuş otun kütləsi neçə ton olar? Ki bizdən bunu soruşur. Buna da x deyək. Yəni biz bunu axtarırıq. Sual budur. Deyir ki, quru otun nəmliyi nə qədərdir? 20%. Yəni quru otun nəmliyi 20%-dirsə, yəni bu quru otun tərkibində, qurudulmuş otun daha doğrusu tərkibində 20% su və 80% ot var. 20% su və 80% ot var. İndi bir ot qurudulmağa gedirsə, oradan ayrılan şey, yəni buxarlanma olur orada, ot qurudulur. Buxarlanan şey sudur. Yəni bu otun miqdarı 12 isə, bu 12 heç vaxt dəyişməyəcək. Həmişə 12 olaraq qalacaq. O zaman bu ot qurudulandan sonra tərkibindəki təmiz ot 12 isə, təmiz ot yenə 12 olacaq. Və su 108-dirsə, artıq o 108 nə qədərsə azalmış olacaq. Hal-hazırda onun bir əhəmiyyəti yoxdur məsələ üçün. Və artıq məsələnin bu hissəsində diqqətlə baxsaq bir tənlik almış oluruq. Bax, bu hissədə diqqətlə baxsaq bir tənlik almış oluruq. X-in 80%-i 12-dir. X-in 80%-i 12-dir deyə bir tənlik alırıq. Və oradan X tapa bilərik. Yəni X-in 80%-i 12-dirsə, X vurulsun %80 bərabərdir 12 deyib buradan X tapa bilərik. Bunu da hesablasaq, X bərabərdir 12 vur 80-də 100. 80-də 100 də ixtisar getsə 4-də 5 olacaq. Cavab 15 olmalıdır. 3 vur 5, 15. X bərabər 15. Ki, ikinci yol bunu belə də həll edə bilərik. Ən sonda X-in 80%-i 12-dir yazısını görəndə desək ki, 80% 12-dirsə, bəs 100% nədir deyib bu şəkildə də X-i tapa bilərik. Bu şəkildə tapa bilərik. Tənlik qurmaq məncə daha yaxşıdır. X-in %80 12-dir. X vur %80 bərabər 12. Oradan da X bərabərdir 15. Cavab 15. 3 üstü 6 vur 7 üstü 7 ədədinin natural bölənlərinin sayını tapın. Natural bölənlərin sayını tapmaq üçün qüvvətləri bir vahid artırıb hasil tapmaq lazımdır. Bu qaydanı yaddan çıxartmayaq. Yəni 7 vurulsun 8 bərabərdir 56 olacaq. Cavab 56. Növbəti sualımız sadə bir sual. Deyir ki, A çıx B bərabər 1 olarsa, A və B ədədlərinin əbabını tapın.
A çıx B 1 olduqda, yəni A bərabərdir B üstəgəl 1 olduqda, A və B ədədlərin ardıcıl ədədlər olduğunu görürük. Yəni B ədədinin üstə bir cəndə A alınırsa, demək B və A ardıcıl ədədlərdir. Ardıcıl natural ədədlərdir. Yəni əbob tapılırsa, demək bu natural ədədlərdir. Və bunların əbobunu tapın deyir və biz bilirik ki, ardıcıl ədədlər qarşılıqlı sadə ədədlər olurlar. Qarşılıqlı sadə ədədlərin əbobu isə 1-ə bərabərdir. Cavab 1. Qonşu bucaqların təm bölənləri arasındakı bucağı tapaq və fikrimizi əsaslandıraq. Demək, bir qonşu bucaq çəkirik. Rəngimizi dəyişək, qırmızı ilə göstərək bunu. Bir qonşu bucaq çəkirik. Qonşu bucaqlar çəkirik. Demək, bir alfa bucağı və beta bucağı. Və alfa beta yazmamıza ehtiyac olmasın. Və biz bu qonşu bucaqların təm bölənlərini çəkək. Yəni, bu qonşu bucağın təm bölənini çəkirəm və bu təm bölən həmin bucağı x və x dərəcə 2 dənə bərabər hissəyə ayırsın. Digər bucağın da təm bölənini çəkirəm və bu təm bölən də bucağı y və y hissəyə ayırır və bu təm bölənlər arasındakı bucaq soruşulur. Biz bilirik ki, 2x toplansın 2y, yəni qonşu bucaqlar, əvvəlki qonşu bucaqların cəmi 180 dərəcədir. Və bərabərliyin də hər tərəfini 2-yə bölsək, x üstəgəl y bərabər 90 dərəcə olar. Yəni qonşu bucaqların təm bölünləri arasındakı bucaq 90 dərəcədir. Ardıcıl 2 tapşırıq sualına baxaq. Deməli, uzunluğu 70 olan AB parçası daxilində AB parçası A nöqtəsindən başlayıb C və D ilə nöqtələri qeyd olunmuşdur. Aha, demək, bir AB parçası var. Bu AB parçasının uzunluğu 70-dir. Uzunluğuna 70 deyək. Daxilində ardıcıl C və D nöqtələri qeyd olunub. Və deyir, CD parçasının uzunluğu 20-dir. AC və BD parçalarının orta nöqtələri arasındakı məsafəni tapın. AC parçasının orta nöqtəsi ilə BD parçasının orta nöqtəsi arasındakı məsafəni tapın deyir. Biz bu orta nöqtələri qeyd eləsək, yəni AC-nin ortası həmin nöqtədirsə, o nöqtə həmin parçanın x və x olaraq 2 hissəyə ayırır. BD-nin də ortası bu nöqtə qeyd olunubsa, bu da y və y olaraq 2 hissəyə bölünür. İndi biz ümumi parçanın uzunluğu 70 olduğunu bilirik. Yəni 2x toplansın, 2y toplansın 20 bərabərdir 70-ə. 2x toplansın 2y bərabərdir 50-yə. Buradan da x topla y-in 25 olduğunu bilirik. Biz nəyə axtarırıq? O nöqtələri də MN nöqtəsi desək, MN nöqtəsi. MN parçasının uzunluğunu axtarırıq. MN parçasının daxilinə baxıram, nə görürəm? 2 dənə x və 20 dərəcə görürəm. Yəni x toplansın 20 dərəcə, toplansın y-i görmüş oluram. X toplansın y 25-dir. 25 aldıq. 25 toplansın 20 bərabərdir 45 olacaq. 81-ci sualda isə verilən ədədin 45-ə tam bölünməsini istəyir. 45-ə bölünən ədəd həm 9-a bölünməlidir, həm də 5-ə bölünməlidir. 5-ə bölünmə əlamətinə görə son rəqəm, yəni A, 0 və ya 5 olmalıdır. Demək, A bərabər 0 və ya A bərabər 5 olsa, A bərabər 0 olsa ya da A bərabər 5 olsa. Bu arada A bərabər 0 cavab, A bərabər 5-in niyə olmadığını göstərir. A bərabər 5 olsa, 185 ədədi rəqəmlərinin cəmi, 185 ədədin rəqəmlərinin cəmi, yəni 1 üstəgəl 8 üstəgəl 5 eləyir 14 və 9-a bölünmür. O səbəbdən bu mümkün deyil. Əgər A bərabər 0 olsa, 180 ədədi 9-a bölünəcək. Həm rəqəmlərin cəmi, həm də 180-in həqiqətən də şifahi olaraq 9-a bölündüyünü bilirik. O zaman A bərabər 0 olacaq. 82-ci suala baxırıq. 2 ardıcıl tək ədədin cəmi 200 olarsa, biz demək tək ədəd deyəndə ya 2x sıx 1 ya 2x topla 1 kimi ədədləri nəzərdə tuturuq. 2x topla 1 deyim. Bunun ardıca gələn tək ədəd 2x, tək ədədlər 2 artdığı üçün 2x topla 3 olacaq. Və bu ədədlərin də cəmi 200-dürsə, belə bir tənlik qurmuş olacaq. 4x topla 4 bərabər 200 olacaq. 4x bərabər 196. Buradan isə x bərabər 49 olmalıdır. Və bu ədədlərdən böyüyünü tapın. İndi bu ədədlər x 49-sa bu ədədləri ümumiyyətlə tapaq. Bu ədədlərin biri 2x toplansın 1. Yəni 49-u 2-yə vuraq toplayaq 1-i bərabər 99 eləcək.
Ardıca gələn ədəd isə 101 olacaq. 99 və 101. Bu ədədlərdən böyüyünü tapırıq. Böyüyü 101, cavab 101. Sonra növbəti 83-cü sual. 3 rəqəmli ədədin son rəqəmini sildikdə alınan 2 rəqəmli ədəd 9-a tam bölünür. Silinən son rəqəm ən çox neçə ola bilər? Burada fikrimizi əsaslandıraq. Yəni bir ABC ədədi var, bir ABC ədədi. Son rəqəmini sildikdə AB ədədi 9-a tam bölünür. Bax, bunu tapşırıq sual olduğu üçün bu fikirlərinizi ətraflı şəkildə yazmalısınız. AB ədədi 9-a tam bölünürsə, o zaman A üstəgəl B cəmi də 9-a tam bölünür. İndi bu son rəqəmi sildikdə alınan 2 rəqəmlər 9-a bölünür. Və burada orijinal ədədin, yəni ABC ədədinin 9-a bölünüb bölünmədiyini bilmirik. O səbəbdən C ədədi 9-a bölünəndə alınmış hər hansı bir qalıq da ola bilər, 9 ədədinin özü də ola bilər. Yəni ABC ədədi 9-a əgər bölünən bir ədəd olsa, o zaman C ədədi 9 olmalıdır. Ya da ki, C ədədi 0, 1, 2, 3, 4, 5, 6, 7 və 8-dən də hər hansı biri ola bilər. Yəni C ədədi verilən ümumiyyətlə rəqəmlərin hər biri ola bilər. C ədədi rəqəmlərin hər biri ola bilərsə, o zaman ən çox neçə ola bilər? Ən çox, yəni ala biləcəyi, C-nin ala biləcəyi ən böyük qiymət 9 olar. Növbəti sual həndisənin anlayışları dərsinə aiddir, bölməsinə aiddir. Və burada sadə bir xassədən istifadə edəcəyik. Yəni xassəmiz buydu ki, əgər bucaqların üçü də eyni bir istiqamətdə sağa baxırsa, bu bucaqların cəmi 360 dərəcə olmalıdır. O zaman 105 dərəcə toplansın 90 dərəcə toplansın x bərabər 360 dərəcə olmalı. Buradan da x bərabərdir 165 dərəcə edəcək 360-dan 195 çıxacaq. Və son sual 85-ci sual. 85-ci sual da adi və onluq kəsirlər bölməsinə aid orta sadə bir sual. Bir boru boş hovuzu 2 saata doldura bilir, 2 saata doldurur. Digər boru isə 3 saata boşaldır. Hər iki boru eyni anda işləsə, hovuz neçə dəqiqəyə dolar? Bir boru hovuzu 2 saata doldura bilirsə, 1 saatda hovuzun 2/1 hissəsini doldurar. Digər boru 3 saata doldura bilirsə, 1 saatda hovuzun 3/1 hissəsini doldura bilər. Amma boşaltmaq deyirsə, ortaya minus yazırıq. Bu hovuz deyək ki, x saata dolar. Bura boşaltmaq, bura minus yazmaq lazım idi. Minus. X saata dolar deyirsə, yəni dolmağı da 1 nəzərdə tutsaq. Yəni hovuzun 3/3 hissəsi, 2/2 hissəsi nədirsə. Yəni o 1 olacaq. Və 2/1-dən 3/1 çıxanda 6/1 alırıq, səhv eləmirəmsə. Ortaq məxrəc 3 çıx ki, 6/1. Vur x bərabərdir 1 və x bərabərdir 6 saata hovuz dolar. Amma bizdən soruşur ki, hovuz neçə dəqiqəyə dolar? 6 saatda dəqiqəyə çevirsək, 360 dəqiqə. Cavab 360 dəqiqə. Bununla da 11-ci sinif sınavını izah etmiş olduq. Bu sınavda da, irəlidəki bütün sınavlarda uşaqlar hər birinizə uğurlar, sağ olun.